Kızım nənəsinə kükü pişirəcək. Həyətdə, göyərtə yığır. Gel. Ona bak. Gel buraya. Gel. Yine vereyim. Gözde. Evet. Buna bir de, buna bir de kəvər gətirək qataq. Nerede? Niye? Kaçma. Yol nedir? Kızımızın ellerinden tükür. Ay düştü. Kış. Saçma bak. Yuxudan durmuşsan da heç nə olmaz. Tezden durmuşlar idi. Nənəmə söz vermişdim ki, sən gələndə bak kükü yiyəcəm. Durduq, bizim bu qapıda it var. Onunla əlləşdik, sonra indi mən getdim. Yıldım gəldim. Yuduq, doğruyuz. Ehtiyatla ha. Yavaş elə. Doğra buna tökərsən. Sağ ol, at zibilə. Ehtiyat. Yumurtanın bir-birinə vur da aşkım. Asla vurama. Çok asla. Ay sağ ol. Hə. Ay maşallah. Arala tökülsün təmiz. Qorxma. Hava özüydü. Hiç ne olmaz. O kadar da olur da. Hələ çocuğum da. Yok aşkım. Araba damaşmış genç. Gelmiştim. Sadıhan tosunu mən giyindirim. Ahmet Sakir. Birthday Princess. Ad günün mübarək prenses. Bəli. Prensesimiz. Atam sağ olsun, çox sağ olsun. Yolda gətirəndə tortumu əzdim. Heç nə olmaz. Bir daha böyrüdən. Niyə? Doladı. Kəndə gətirib çıxardıq. Yaxşı. Bura Qubada dəyirman restoranıdır. Keçək mənzərəsi var belə. Dağın ətəyindədir. Koftam necədir? Kızımla uyumlu olsun diye belə gilaslı bir şey aldım.
Görəm buralar çürüdür. Bax, kürəyimiz dadımız ağ yemiş. Yo, batmaz. Bax, indi heç... Tosun niye dedin amma? Neydi o? Toyuq soğuzu elədim gün ortaya. Kənd cücəsi. Yok. Soyuq qəhvə hazırlayıram. Bu mənimdir, bu mamamındır. Burada da qızıma hazırlayıram. Yeni gündən hər kəsə salamlar. Qurban bayramınız mübarək olsun. Kəsilən qurbanlarınız qəbul olsun inşallah. Mən də qurban ətindən qaynadıram. Axşama pişirəcəm. Soğuzu pişirdim belə. Bir göyərtisi qaldı. Biraz göyərti vuracağım. Pomidor falan vurmuram çünki mənim uşaqlarım yemir. Düzdür, qızım nənəsi ilə Bakıya gedib 2-3 gün. Amma oğlum evdədir. O da ki yemir. Burada da belə özümə sağlam şirniyyatlar hazırlayıram. Kekslər hazırlamışam. Ürəyim şirniyyat istədi. İçində banan, yumurta, düyü unu, sonra 2 qaşıq qatıq, yarım paketdə kəsmik, bir də kakao, vanil qabartma. Bunları blenderdan keçirdim. Balaca belə qablarda pişirirəm. Bunlar çox rahatdır. Yəni bunun 2 bananın şirinliyi bəs edir. Üstünə də belə 1-2 damla şokolad əlavə elədim. Bu şirinlik mənə bəs edir. Çox şirin yeyə bilmirəm onsuz. Burada da son 3 ədədi qalıb, o pişir. 3-4 dənəsini yemişəm bu arada. Elə balaca donsuz bir şey olmaz. Bir daha salamlar, necəsiz? Deməli, anam gəlmişdi qızımın ad günündə bura.
bizə gəlmişdi. Gələcəyini bilirdim, amma sürpriz oldu. 5-ci gün deməli yoldaşım Bakıdaydı. Bir günlük işlə bağlı getmişdi. Qaydanda da anamı da götürübmüş. Mənə də demirlər. Axşam oturmuşduq, 12 idi. Bir də qapını açdım ki, mamam da qapıda. O qədər sevindik. Təsəvvür eləyin ki, noyabr ayından bu yana görmürdüm də mamamı. Uşaqlar da sevindi, mən də sevindim. Yəni bizə çox gözəl sürpriz oldu. 3-4 gün bir yerdə keçirtdik. Deməli 3-4 gününü bir yerdə keçirtdik. Qəşəng qızımın ad günüsündə elədik. 25 may idi, 24-ündə elədik. Bazar günü olduğuna yoldaşım da evdə idi. Rahat-rahat getdik, gəzdik, elədik. Ondan sonra qalan günləri evdə özümüz baş-başa keçirdik. Burada da çox yağış yağırdı. Başqa bir yerə gəzməyə gedə bilmədik də. Bir dəfə Qubaya getdik. Qızımın ad günündə elə Qubada bir restoranda eləmişdik. Sonra da ana bala bir yerdə uşaqlar məktəbə qoyub biraz Qubaya getdik gəzməyə, mağazaları falan gəzdik. Bugün də yola saldım, getdilər. Qızım da ondan getdi. Məktəbdə tətildə onsuz da 3-4 gün dedi qalın, bazar günü qaydaram. Onun üçün də hava dəyişikliyi olar. Burada darıxırdı. Məktəb, ev, uca sıxılırdı. Dedim biraz havası dəyişsin. Nənəsi ilə baş-başa qalmaq istəyirlər. Mən də oğlumla evdə heç nə. Baş-başayıq. Oğlan uşağı mənə qalıb. İndi isə gedək. Mama mənə qəşəng hədiyyə alıb, onu göstərim. Qızıma qəşəng bir dənə don alıb, onu göstərim sizə. Çox paltar almışdı, amma aldıqlarını qızım götürüb aparıb, gündəlik geyimləri götürüb özü ilə aparıb Bakıya ki, gəzməklərə gedəcəm, geyinəcəm. Bir dənə donu burada qalıb, donu çox xoşuma gəldi. Onu da gedək sizə göstərim. Baxın, nə gözəldir. Yaxından da göstərim üstün bəzəklərini. Belə xırda-xırda çiçəklər var, material da belədir. Çox gözəldir. Bu qollar belə. Arxasından da belə poyuzu var, bağlamağa ipləri. O qədər gözəl yaraşır ki, gələn kimi geyindirib çəkib paylaşacağım, onda baxarsınız. Çox bəyəndim də. Bir daha buradan təşəkkürlərimizi bildiririk. Bir də mənə bu güldanı alıb. Görün nə gözəldir. Bir içini də göstərim. Belədir. Çox qəşəng güldandır. Yox, Vegas'a gedəcəyik. Vegas'ta sen elə tutmursan ne Vegas'ta? PlayStation oynamağa görə. Ben seninle Vegas'ta. Axşam atışdırmalığı. Bu da mənim dibet qəhvəm. Çok masrafları. Gelecek başlık parası. Bunu ben de yadırgadım. Yeni gündən hər kəsə salamlar. Sabahınız xeyir olsun. Necəsiz? Bu video belə həftəlik vlog kimi bir şey olacaq. Çünki neçə gündür xırda-xırda çəkirəm. Hər günümüzdən biraz çəkmişəm. Həftəlik vlog dadında olacaq belə. Bir neçə günümüz birdən. Deməli, səhər durmuşam. 9 idi durdum. Bir gün biraz yatdım, dincəldim. Tətilin dadını çıxartmağa çalışıram. Normalda 6-dan dururdum həmişə. Evdə yüngülvari işlərimi elədim. İndi də paltar ütüləyirəm. Daha doğrusu başlayacağım indi ütüləməyə. Belə bunlar bir qismidir. İndi qalanını da gedib yığıb gətirəcəm. Ütünü qoşmuşam qızsın. Belə hazırlamışam. Kofemi də hazırlamışam. Qəşəng-qəşəng bütün ütülərimi bitirim.
restoranlardan birine izakaya deniliyor dostlar. İzakayalarda böyle farklı yemekleri oturup arkadaşlarınızla keyifli deniyorsunuz. Bayaqdan yalvarır ki, ne olar deyir. Mən də ötüreyim deyir. Mən də eləyim, kömək eləyim sənə. Şimdi geldik restorana. Gidiyoruz. Japonya mutfağı sadelik ve denge üzerine kurulu bir yemek kültürüne sahip. Ay, sağ ol. Değiştirmek değil, onun doğal tadını korumak. Birçok yemek geliyor şu an. Geleneksel bir Japon restoranındayız. Gerçekten şu an burada tek turist. Mən də belə hamısını ütülədim, böyükləri. İndi qoymuşam, biraz havalansın. Ondan sonra da qatlayıb yerinə yığacam. Bəziləri də buradadır. Bunlar asılacaq. Bunları da qatlayıb qoymuşam, yunlardır. Anam beni sakar. Hala. Yapmasın. Mutfağı da var mama. Onları bakalım. Ha? Onları bakalım. Bu kadardı. Kaç yap? Şu? Ha. Şu. Şimdi kopya şu. Al al. Eləmədi, abi. Sən niyə tatarsan? Bir setkadan baxır. İçindədir, setkadan. Oradan çıxan. Çıx. Bir yana, bir biraz həyətdə gəzək. Biraz həyətdə gəzək. Ha? Həyətdə biraz gəzək. Niye? Hava geçin, restorana sürük. Hə, aşkım. Şeyde kalaydı. Harda? Sən kim gətirəcəkdi? Ben de buradan önce. Coşinum. Gidiyorum buraya. Bak oraya. Ya bu boynulara böyle. Mama. Topuşumdan baş başa kalmışıq. Atam gələndə mən billok almağa. Alarıq. Gəl. Sən nə qədər bir lokların var. Yemirsən onları. Bilmirəm. Hmm. Mən 2 dənə billokum var. Mənim orada biz getmişdik ha bacıma hədiyyə almağa. Paketləməyə. Orada billok var idi da. Oraya Baxarıq da, gedək. çıxanda baxarıq. Sənə şalvar almalıyıq. Onsuz dünən də getdik tapmadıq. Geyib baxarıq. Bazardakı dükanlara baxarıq. Ata söz deyəcəm. Xaçmaza da gələcək dedi. Geyib orada baxarıq. Sevirəm də, səni sevirəm də, səni sevirəm də, səni sevirəm. Bunu yiyeyim, bunu. Hala tapışqalarımı çıxartdım. Çıxart, biraz bizə gün vursun. Qarayaqçı. Yox, mamanın da D vitamini yoxdur. Biraz da gün qəbul edeyim. Biraz deneyim vitamini içmişəm. İçdim də, həftədə bir dəfə yazıb. İçmişəm, indi bir də gələn həftə içəcəm. Biraz da günəşə zada çıxım. Təmiz hava qəbul edeyim. Ata nənə söz deyəcəm. Nənə yəni Gözlə deyim. Yox, nənə zəncirlik görək nə eləyirlər. Yaxşı.
Gel bakaq da. Daha da yukarı. Sen kofini aç. İçip tutardım. Bunu da işte. Yolda istemiyorum. Hiç içmeyiş. Duman var ya qar dağların ötəyində değil mi? Nəfər qalxır gibi. Ha canım. Elə planlaşdırdınız mı? Mənə sənin boyun çox yer çatır. Sizə ona çatmağı deyil. Nə böyle problem? Aman bilsə bura gətirərdik. Evet. Bilsə burada gəl oturarıq. Ona biraz timlik. Mən tanıyıram ki, sən apardın da. Ya dedim burası yox bir yer. Şerə pulu ver mənə bir dənə. Şey aç. Aç o. Aç. Vurmaq olmaz ha. Bak keçən də Amin. Yenirsən.